Bugün Magen David Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin və Xeyriyyə Cəmiyyətinin rəhbəri, Monitorinq İnformasiya Mərkəzinin təsisçisi, Ümumdünya Qafqaz Yəhudiləri Birliyinin Azərbaycan nümayəndəsi olan David Silverstovun doğum günüdür. David bəy 40 yaşını qeyd edir. O, 1985-ci il martın 26-sında Bakı şəhərində anadan olub. 8 nömrəli tam orta məktəbi bitirən David Silverstov ali təhsilini Ukraynanın Xarkov şəhərindəki Yaroslav Mudry adına Milli Hüquq Universitetində alıb. Ali təhsil müəssisəsinin İstintaq və Əməliyyatlar fakültəsini bitirib. David Silverstov Yəhudi icmasına yardım etməyə əsir olunan İnsan Hüquqları Müdafiəsi və humanitar təşkilat olan Magen David Azərbaycanın səlahiyyətli nümayəndəsidir. Azərbaycan Yəhudi icmasının üzvü kimi David Silverstov Azərbaycanda yaşayan Yəhudi vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin hüquq müdafiəçisidir. Дорогой Давид, поздравляю тебя с днем рождения. Пусть Всевышний одарит тебя здоровьем, радостью и долголетием. Желаю тебе мудрости в поступках, силы в преодолении трудностей и мира в душе. Пусть Всевышний всегда освещает твой путь, а твои добрые дела приносят благословение тебе и твоим близким. Пусть дом твой будет наполнен теплом, счастьем и гармонией. Желаю, чтобы все твои мечты сбывались, а успех и процветание сопровождали тебя во всех начинаниях. Табрик элейрам сани, мазал тов. От всей своей большой семьи поздравляем тебя с днем рождения. Hörmətli David böyük bir ictimai işlə məşğuldur. Mən əminəm ki, gələcəkdə də onun xeyli sayılı yubileyləri, ad günləri olacaqdır və hamımız bu ad günündə iştirak edib onu təbrik edəcəyik. Necə ki, bu gün təbrik edirəm. Can sağlığı, akademiklər adından mən onu təbrik edirəm. Mən əminəm ki, o bütün fəaliyyəti ilə həmişə həm öz xalqını, həm Azərbaycan xalqını sevindirəcəkdir. Bu yolda ona uğurlar arzu edirəm. Salam, hörmətli David. Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm. Möhkəm can sağlığı arzu edirəm. Arzu edirəm ki, işləriniz həmişə uğurlu olsun. Hər zaman ailə üzvlərinizin, dostlarınızın yanında olasınız. Və bir də arzu edirəm ki, heç kəsə Allah sizi möhtac eləməsin. Ürəkdən sizə təbrik edirəm. Təkrar möhkəm can sağlığı, işlərinizdə daha böyük uğurlar arzu edirəm. Əzizim David, hər vaxtı xeyir olsun. Səni doğum günü münasibətilə təbrik edirəm. Dünyaya xoş gəlmisən və nə yaxşı ki gəlmisən, nə yaxşı ki varsan və nə yaxşı ki sən tanıyırıq. Sənə can sağlığı arzulayıram. Bundan sonra yaşayacağın ömründə uzun, gözəl, mənalı, uğurlarla dolu olmasını arzulayıram. Evindən, ocağından heç bir zaman işıq, nur, sevgi əski olmasın. Allah səni qorusun. Biz səni çox istəyirik. Allah da səni çox istəsin, qorusun və daima xoş nəzərləri üzərində olsun. Bir daha təbrik edirəm. Dünyaya xoş gəlmisən. Шалом алейхем, Давид, дорогой, я Назим Файтончи, хочу поздравить вас с вашим днем рождения. Днем рождения это такой праздник, что это индивидуальный праздник. И я думаю, что сегодня собрались все ваши родные, близкие, друзья, родственники поздравить вас вот с вашим днем рождения. Я тоже присоединяюсь ко всем поздравлениям. Желаю вам здоровья, счастья, любви, всех земных благ, без раташи. Мазаль тов. Многоуважаемый Давид Мэллим, привет вам из Африки, из Южной Африки, из Танзании. Поздравляю вас с днем рождения. Дай Бог вам счастья, здоровья. С большим уважением к вам, Адалят Şükürov. С dнем rождения. Əziz dostum David, həyatının bu əlamətdar günü, ad günü münasibəti ilə səni ürəkdən təbrik edirəm. Sənə möhkəm can sağlığı, uzun ömür, doğmalarınla və yaxınlarınla həmişə xoşbəxt günlər yaşamağı arzu edirəm. Əziz dostum David, sən gənc olmağına baxmayaraq,
artıq ölkə ictimaiyyətində tanınan bir ictimai xadim kimi bugün çox uğurlu bir missiyanı həyata keçirdirsən. Hələ bundan sonra uzun illərdə uğurlu fəaliyyət vətənimizin, dövlətimizin çiçəklənməsi naminə var gücünlə çalışmağı arzu edirəm. Bir daha təbrik edərək deyirəm, ad günün mübarək. Əziz və hörmətli David qardaşım, mən sizi doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm. Bugün sizin özəl gününüzdür. Nə yaxşı ki, dünyaya gəlmisiniz. Nə yaxşı ki, bizim dostumuzsuz. Siz ölkəmizin ictimai, siyasi, sosial həyatında çox önəmli insanlardan birisiniz. Çox məsuliyyətli və şərəfli bir vəzifəni də daşıyırsınız. Sizin rəhbərlik etdiyiniz Azərbaycan nümayəndəliyi Azərbaycan ictimaiyyəti içərisində çox nüfuza malikdir. Düşünürəm ki, bizim dostluğumuz daha da möhkəmlənəcək və sizə qarşıdakı gələcək həyatınızda xoşbəxt, firavan həyat həm şəxsi, həm ictimai fəaliyyətinizdə çox böyük uğurlar arzu edirəm. Уважаемый Давид, друг, брат наш, поздравляю тебя с днем твоего рождения. Желаем самого-самого крепкого здоровья, успехов во всех начинаниях, во всех делах, во благо своего народа, во благо наших стран и азербайджанского и кыргызского народа, чтобы все планы, которые ты перед собой ставишь, были осуществлены и достигли благой цели, которую перед собой ставишь. С удовольствием поздравляю тебя с своим днем rождения. Evet əziz qardaş, doğum günün mübarək olsun. Bu ata-baba yurdumuz, bax bu Qırğızstandan, Bişkek şəhərindən sizin doğum gününüzü təbrik edirəm. Can sağlığı, uzun ömür. Xoşbəxt insansınız ki, bahar fəslində, baharın gəlişi ilə, qədəmlərinə siz də qədəm qoymusunuz. Qədəmləriniz uğurlu olsun, yüngül olsun. Bu 40 yaş, necə deyirlər, hesabat yaşıdır. Sən hamı qarşısında hesabat verirsiniz. Verirsiniz ki, nə iş görmüsünüz, nə etmişsiniz indiki yaşınıza qədər. Amma bizim sizdən gözləntilərimiz daha çoxdur. Arzu edirəm ki, nailiyyətlərin bundan sonraki həyatında da daha çox olsun. Дорогой Давид, я тебя поздравляю с днем рождения. Желаю тебе всего самого-самого прекрасного. Самое главное, я тебе желаю огромного здоровья. Я тебе желаю счастья, бесконечного счастья. Я тебе желаю удачи, любви и всего самого-самого прекрасного, что ты желаешь себе. Ты был моим учеником 8-й школы. И ты стал тем, кем ты хочешь, кем ты желал. Что ты хотел, ты всего достигнул. Я желаю тебе, чтобы ты достигнул еще больше, чтобы я тебя видела еще на больших высотах. Ты этого заслуживаешь. Я тебя еще раз поздравляю. Жаль, что я не смогла снять видео, но от души я тебя поздравляю. Целую крепко, обнимаю. Дорогой Давид, в этот знаменательный день хочу искренне поздравить тебя с днем рождения. Пожелать тебе крепкого здоровья, счастья, исполнения желаний, осуществления планов, светлого и мирного неба над головой. Дай Бог, чтобы в эти нелегкие дни для еврейского народа мы продолжали созидать, дружить, укреплять наши отношения, а ты это делаешь на самом высоком уровне. И не только для евреев, ты в целом делаешь очень много добрых и хороших дел. И мы это очень ценим. Я лично желаю тебе, чтобы ты продолжал
заниматься хорошими и добрыми делами, которые ты делаешь для людей, и тебе воздастся от Бога тоже хорошими делами. Поэтому я еще раз тебя от всего сердца поздравляю и желаю тебе всего-всего самого наилучшего. С днем рождения, дорогой! Ам Исраэль Хай! Если мне память не изменяет, сегодня день рождения моего друга Давида Сильвестрова. Давид, хочу поздравить тебя с днем рождения, пожелать счастья, мира в семье, мира в стране, успехов в твоих начинаниях. И я надеюсь и уверен, что у тебя все будет хорошо. Обнимаю и еще раз поздравляю. Друзья мои, сегодня я пришел специально поздравить прекрасного человека. Это Сильвестров Давид. У него сегодня день рождения. Давид Мальдем, я вас поздравляю. Тут также, видите, ваши прекрасные сотрудницы, коллеги приготовили вам замечательный подарок. Я вначале, честно говоря, подумал, что это статуя. А это на самом деле торт. Вы посмотрите, даже перья сделаны из сахарной такой вот. Сахарные, сладкие, вкусные. Вот. То есть коллеги вам желают сладкой жизни. А вообще орел является символом благородства и мужества. Я желаю вам всех благ, вам и вашей семье, вашим детям, чтобы все у вас было хорошо. С днем рождения. Дорогой Давид, поздравляю тебя с молодым юбилеем. Желаю тебе новых ярких впечатлений, крутых приключений и незабываемых моментов в жизни. Пусть весь Новый год станет для тебя годом больших перемен, душевного роста и счастливых событий. Пусть удача всегда находится на твоей стороне, а все препятствия легко преодолеваются. Пускай вокруг тебя всегда будут искренние друзья и любимые люди, которые поддержат и помогут в трудную минуту. Еще раз с днем рождения, дорогой брат, дорогой друг. И жду вас в гостях. Дорогой Давид, я счастлив, что ты мой друг. Поздравляю тебя с днем рождения. Ты очень многое делаешь для Республики Азербайджан, для Израиля, для еврейского народа, для многих народов мира, для народа Азербайджана. Ты мудрый, красивый, молодой, энергичный, прекрасный человек. Пусть твое добро вернется к тебе огромным благословением от Всевышнего. Пусть Бог всегда будет с тобой. И пусть всегда у тебя на душе будет песня, радость. У тебя много друзей, люди любят тебя, уважают тебя. И пусть удача сопутствует тебе во всех твоих делах и начинаниях, во всем, что ты делаешь. Обнимаю тебя, мой хороший. Мазал тов. Magen David Azərbaycan və Monitoring İnformasiya Mərkəzinin əməkdaşları adından David Silverstovu təbrik edir, ona gələcək işlərində müvəffəqiyyət arzu edirik. Bugün David müəllimin Silvestrovun ad günüdür. Bu ad günü ilə əlaqədar Magen David Group və onun tərkibində olan Monitoring TV-nin əməkdaşları toplaşmışıq. Təbii ki, tam heyət deyil, çünki bəziləri bayramla əlaqədar rayondadır, bəziləri xəstədir, bəziləri öz işdədir. Amma onların da adından və burada yığışan bizim əməkdaşlarının adından David müəllimizi təbrik edirik. Uzun sağlam həyat arzulayırıq və dövlətçilik üçün gördüyünüz işləri uğurlar arzulayırıq. Şeyh Bulaqla, David müəllim. Təbrik edirik. Tanrı David müəllimizi daha gəldir. Amin. Teşekkür.